Salam hörmətli Yanıt TV izləyiciləri, Siyasi Yanıtda xoş gördük sizləri. Bugün həmişə olduğu kimi yenə də gündəmdə olan aktiv mövzulardan biri ABŞ-İran-İsrail qarşıdurması və atəşkəsdən sonraki nəticələrdən danışacağıq. Ümumiyyətlə, xülasə bir sual ətrafına fokuslanacağıq. Münaqişə bitdi, 2 həftəlik atəşkəs imzalandı, Pakistanda danışıqlar gedəcək. Bəs bu ana qədər kim qalib, kim məğlubdur? Atəşkəsdən sonraki vəziyyət bizə nəyi göstərir? Bax, buna cavab verməyə çalışacağıq. Birincisi və ən əsası, iddia edilənlərin əksinə, çünki bugün Azərbaycan ictimaiyyətində bir xeyli iddialarla qarşılaşırıq. Kimisi deyil, ABŞ-İsrail bloku bir mənalı olaraq qalib gəldi, kimisi də deyir, xeyr, İran qalib gəldi. Bax, bu iddiaların hamısı təşəbbüskeşlikdən irəli gəlir. Yəni, kimsə daxilindəki hisslərdən dolayımı deyək, yoxsa demokratiya oyununa aldanmışlıqdan dolayımı deyək və ya hər hansı başqa bir mənafiyi varmı? Ona görəmi ABŞ İsrailin qalib gəlməsini içdən-içə gözləyir, istəyir. Buna görə onları hər vəclə qalib kimi ön plana çıxarır. Kimisi isə əksinə düşünür ki, xeyr, İranın qalib gəlməsi bizə uyğundur və yaxud da onun da fərqli bir İranla bağlı gözləntisi mi, istəyi mi var və onlar da bu dəfədə bir mənalı olaraq İranı qalib sayırlar. Amma bunların əksinə həqiqətən də elə səmimi bir qənaətə gələnlər də var ki, onlar da bəziləri ABŞ-İsraili, bəziləri də İranı qalib görürlər. Amma bizim yanaşmamız tamamilə fərqlidir. Nədir bu fərq? Hal-hazırda atəşkəsə qədər olan mərhələdə qalib yoxdur. Nəyə görə qalib yoxdur? Qalibi müəyyən eləyən konkret nüanslar var. Nədir bu nüanslar? Müharibədən əvvəl və müharibədən sonraki reallıq. Müharibədən əvvəlki reallıq nə idi? ABŞ, İsrail, İrandan nəyi tələb eləyirdi? Hakimiyyətdə kim olur olsun, bizim istədiyimiz bir şey var idi, deyirdilər. Uzaq mənzilli raketlərdən və nüvə silahından imtina eləyin deyirdilər. Eyni zamanda İran nefti qazı ətrafında dilə gətirilməsə də, onun Çinə tranzitinə və ucuz qiymətində Çin bazarını xam malla təmin etməsinə qarşı idilər. İran nə istəyirdi müharibədən əvvəl? İran da deyirdi ki, bizə qarışmayacaqsınız, biz xarici siyasətimizi özümüz quracağıq, demokratiya ilə bağlı heç bir yumşalma yoxdur, raketlərlə, nüvə proqramı ilə bağlı dəyişiklik yoxdur, digər məsələlərdə də anlaşa bilərik, bunlar da müzakirə mövzusudur və s. İndi gəlin müharibədən sonraki vəziyyətə baxaq. Bir də üzr istəyirəm, İranın həm də proksi qüvvələrlə bağlı və ABŞ və İsrailin də proksi qüvvələrlə bağlı bir-birinə zidd bəyanatları var idi. ABŞ İsrail deyirdi ki, proksi qüvvələri dəstəkləməyəcəksiniz, ləğv olunurlar. Regionda İranın dəstəklədiyi bütün o silahlı qruplaşmalar Tehrandan aldığı dəstəklərdən məhrum olacaqlar. İran da əksinə bunu öz milli maraqları adlandırırdı və imtina edirdi. İndi gəlin baxaq, atəşkəsdən sonra nə əldə edildi? Ümumiyyətlə, atəşkəs özü sülh razılaşması deyil, axı biz qalib məğlub müəyyən eləyək. Atəşkəs özü sadəcə müvəqqəti dayanma, durma deməkdir. Heç kim atəşkəsdən sonra kimisə qalib, kimisə məğlub adlandırmamalıdır. Atəşkəsdən sonra ən yaxşı halda kim üstündür, kim üstün deyildən danışa bilərik biz. Qalib, məğlub o vaxt müəyyən olunur ki, ortada bir sülh razılaşması olur və ya problem kökündən sülh olmasa da müharibə nə üstündə başlayıbsa, həmin problem bir mənalı həll olur. Bax, bu da fərqli bir nüansdır və nəzərə almaq lazımdır ki, hal-hazırda ABŞ, İsrail və qarşısında İran problemində heç bir, belə deyək də, bitmiş bir nədənsə danışa bilmirik. Üstəgəl, gəlin atəşkəsdən sonraki situasiyanı dəyərləndirək. ABŞ müharibədən əvvəlki hansı istəyinə çatıb?
Bəlkə İran raket proqramından imtina etdi. Bəlkə İran dinc nüvə məsələsindən imtina etdi. Onsuz da onlar əvvəl də biz düzdür, bu gizlənirlərdi bu ifadə altında, amma açıq-aşkar nə deyirlərdi? Biz nüvə silahı istəmirik deyirlərdi. Müharibədən sonra da yenə eyni şey deyirlər. Biz onsuz da müharibə başlamazdan əvvəl də istəmirdik nüvə silahı. İndi də istəmirik, amma dinc nüvədən də imtina etməyəcəyik deyirlər. Digər bir tərəfdən, bəlkə İran Çinlə əlaqələrini pozdu, Rusiya ilə əlaqələrini pozdu, bəlkə İran neftinin Çinə getməsi dayandırıldı və bu neft, ucuz xammal, ucuz enerji Avropaya, ABŞ-a axdı. Hansını gördük? O halda biz ABŞ-ı niyə qalib adlandırmalıyıq? Xameyni öldü deyəmi? Və ya İran generalitetinin böyük bir qismi məhv edildi deyəmi? Bunlar qələbə üçün kifayət olmayan bir nüans deyil. Nəyə görə? Çünki Xameynin ölümü əksinə İranda narazı qüvvələri də susturdu. Və İranda siyasi elita üçün bir mübarizlik simvoluna çevrildi. Təsəvvür edirsiniz, bir ölkənin ən yüksək şəxsi, ali dini lideri İran siyasi arenası ilə bağlı desək, özünü qurban verəcək qədər ziddinə getdi məsələn. Yəni əvvəldən Xameyni razılaşa bilərdi. Deyərdi ki, Amerika Birləşmiş Ştatları, İsrail, gəlin, mən sizin şərtlərinizlə razılaşım, siz də mənim iqtidarımı tanıyın. Etdimi? Etmədi. Bir mübarizə simvoluna çevrildimi? Çevrildi. Yəni, Xameyni fizikən ölsə də, ruhsal baxımdan İranda bir mübarizə qoyub getdi, bir miras qoyub getdi və ideoloji nüansın əhəmiyyətini almayanlar bunun nə demək olduğunu təbii ki, yaxşı başa düşürlər. Digər bir məsələ, İranın infrastrukturuna ciddi zərbələr indirildi. Bu qələbə sayılmalıdırmı? Xeyr. Müharibədə onsuz da hər kəs yara alır. Və İran ərazisində getdiyi üçün bu zərbələrin böyük qismi İranın öz ərazilərinə, sərhədlərinə dəydiyi üçün bu İran tərəfindən normal bir hal kimi qarşılandı. Fikir verirsinizsə, müharibədən əvvəl küçələrə axaşan narazı kütlələr belə evlərində oturublar. Onlar belə etiraza çıxmaq cəsarəti özlərində hiss etmirlər. Nəyə görə? Çünki proseslər fərqli yöndə gedir axı. Hələ də İran iqtidarı mübarizə aparır. Əsas simalar məhv olunsa da onları əvəzləyən yeni simalar çıxıb ortaya. Bəzilərini elan ediblər, bəziləri heç elan olunmayıb və ən əsası Trump hər nə qədər biz İran rejimini məhv etdik desə də rejim məhv olmuyor. Yenə də İranda eyni sistemlərdir. Prezident hakimiyyəti ayrı, ali dini lider hakimiyyəti ayrı, Sepahın ölkədə əsas dominant hərbi güc olması reallığı yenə də öz yerindədir. Hansı dəyişimdən söhbət gedir? Şəxslərin dəyişimi əgər burada bir nüansdırsa, reallıqdırsa, onda Amerika Birləşmiş Ştatları özü hər 4 ildən bir dünya siyasətində məğlub olur deməkdir. Çünki hər 4 ildən bir şəxs dəyişir orada. Düzdür, ölüb, dəyişmir, sui-qəsdə və ya hansısa ölkənin zərbələri nəticəsində ölmür, amma şəxs dəyişir və yeni bir lider gəlir. İranda da bu məsələyə artıq biz toxunduq. Şəxs dəyişdi, Xameneyni öldürüldü, amma onun öldürülməsi əksinə ruhən Xameneynin məhvinə gətirib çıxarsa da, ideoloji olaraq onun müdafiə elədiyi əsas nüanslar daha da möhkəmləndi axı İranda. Digər bir tərəfdən baxaq. İrana qalib deyənlər haqlıdırmı? Xeyr. İrana qalib deyənlər də haqlı deyil. Birincisi, elə ən əsas məsələ, Amerika Birləşmiş Ştatları Atlantik okeanının o tərəfindədir. Onun ərazisinə bir güllə belə düşmüyor. Amerika itkiləri İran itkilərinə baxanda kifayət qədər azdır. O böyüklüyündə əməliyyatlara düzdür, lokal əməliyyatlardır. Yəni canlı qüvvə yeridilməyib, geniş miqyaslı əməliyyatlar başlamayıb, şəhər döyüşləri yoxdur və yaxud da istiqamət plan qurulub hansısa şəhərlərin götürülməsi və s. Bu tip əməliyyatlar yoxdur. Amma maraqlı nüans nədir? Amerikanın zərbələri nəticəsində İran generalitetinin böyük əksəriyyəti məhv oldu, önəmli simalar məhv edildi,
sivil vətəndaşlar arasında da qurbanlar var. Eyni zamanda sıradan əskər heyətləri arasında da və ya əskər və zabit heyətləri arasında da sıradan olmaq şərti ilə itkilər var. Amerikanın isə buna qarşılıq itkiləri barmaqla sayılacaq qədərdir. Yaralıların sayı müəyyən qədər çoxdur. 260 neçəni keçmişdən son. Bu da çox ciddi itki sayılmaz təbii ki. Və ya İsrailin özü. İsrailin özündə dağıntılar varmı? Var. Hayfa ciddi yaralar alıbmı? Alıb. Və ya Amerikanın digər müttəfiqlərinə İran ciddi zərbələr vurdu-mu? Vurdu. Səudiyyədə, Bədə, Küveytdə, Qətərdə, Bəhreynin özündə ciddi enerji infrastrukturları zərbələr gördülərmi? Gördülər. Amma bu İranı qalib edirmi? Xeyr. Niyə? Çünki İran müharibədən əvvəlki hansı şərtini qəbul etdirə bilib? Və eyni zamanda atəşkəs zamanı da 10 maddəlik 10 bənddən ibarət bir plan vermişdilər. O planı qəbul etdirə bildimi? Xeyr. Yəni burada itkilərə fokuslanmaqla və yaxud ölümlərə fokuslanmaqla, vurulan zərbələrə fokuslanmaqla biz qalib məğlub seçə bilmərik. Nəyə fokuslanmalıyıq? Sadəcə bir şeyə. Kim öz şərtlərini digər tərəfə qəbul etdirə bilib, kim qəbul etdirə bilmir. Fakt onu göstərir ki, bugün nə ABŞ, İsrail öz şərtlərini İrana qəbul etdirə bilib, nə də İran öz şərtlərini ABŞ və İsrailə qəbul etdirə bilib. Heç kimə öz şərtini qəbul etdirə bilmədi. Deməli ki, hələ qalib yoxdur. Amma məğlub da yoxdur. Və bitmiş bir mübarizədən biz hələ danışmırıq. Biz hələ 2 həftəlik time-out tərzi, yəni fasilə götürmək tərzi əldə edilmiş atəşkəsdən danışırıq. Pakistanda danışıqlar keçirilir. Danışıqlar o şəkildə keçirilir ki, sanki belə deyək də, İran heyəti öz sözünü deyir Pakistanlılara, Pakistanlılar gedir çatdırır ABŞ-a, ABŞ qaytarır cavab Pakistan. Yəni bu səpkidə, bu heç danışıq da deyil. Bunu telefonla da eləmək olardı. Bunun üçün durub hansısa ölkəyə pənah aparmağa heç lüzum da yox idi. Bu nəyi göstərir? Bu onu göstərir ki, tərəflər arasında hələ ki razılaşmaq üçün mülayim ortam yetişməyib, güvən ortamı yetişməyib. Tərəflər bir-birinə güzəştə getmək istəmirlər. Belə bir niyyətləri olsa da bunu həyata keçirəcək bir inam yoxdur. Yəni nə ABŞ İrana, nə də İran ABŞ-a güvənir. Bu nə deməkdir? Bu o deməkdir ki, bu atəşkəs danışıqları maksimum elə 2 həftə davam edəcək və ondan sonra görəcəklər ki, yox, razılaşma əldə edə bilmirik, mütləq şəkildə köhnə qaydaya dönmək lazımdır. Yəni, bir tərəf digərini məhv eləyənə qədər artıq burada güc qarşı durması yaşanacaq. Bunun qarşısını almaq mümkündürmü? Mümkündür. Bu da iki tərəfli danışıqlarda mümkün olmayacağı üçün vasitəçilərin səylərinin nəticəsindən çox şey asılı ola bilər. Amma indiki vəziyyətdə onu da demək yerinə düşər ki, vasitəçilər nə qədər möhtəşəm bir plan hazırlaya bilərlər ki, bu Amerika Birləşmiş Ştatları, İran kimi özündən razı və həqiqətən də gücü potensialı olan tərəfləri razı sala bilsin. Çünki vasitəçilər ən çox hansı münaqişələrdə uğurlu olurlar? Kiçik dövlətlər arasında olan münaqişələrdən. Niyə? Çünki kiçik dövlətlərə nəzərən həmin vasitəçi dediyimiz dövlətlər daha böyük dövlətlər olurlar və onlar öz güc üstünlüklərindən istifadə edərək dominantlıq göstərə bilirlər masada. ABŞ-İran müharibəsində bu dominantlıq mümkündürmü? Pakistan kimə dominant mövqe göstərə biləcək? ABŞ-a mı? Axı ondan çox zəifdir. İrana mı? Bəlkə də qüvvələr nisbətində bərabərdirlər, amma indiki vəziyyətdə İran axı özü ilə eyni, aşağı-yuxarı eyni səviyyədə olduğu bir ölkədən dominantlıq qəbul etməyəcək axı. Bu təzadlarla çıxır ortaya və görünən odur ki, artıq bu danışıqlar da hələ uzanacaq, münaqişə də hələ uzanacaq və bu zamana yayılmaqla bəlkə zamanla öz həllini tapan münaqişələrdən birinə
çevriləcək. Nəysə dostlar, mətləbdən çox uzaqlaşmayaq, əsas sualımıza geri dönək. Atəşkəs əldə edildi. Atəşkəsə qədərki dövrdə qalib kimdir sualı? Qalib heç kimdir. Nə İran, nə ABŞ heç biri digərinə şərtlərini qəbul elətdirə bilməyib. Bu da onu deməyə əsas verir ki, hələ ki hər iki tərəf də mübarizə aparır, hələ ki hər iki tərəf də özünün maksimalist siyasətindən geri dönməyib. Bu da bizə qalib-məğlub seçimi etmək üçün şans vermir. Bu bizə sadəcə prosesləri izləmək, izlədikcə nələrin baş verdiyini görmək və o baş verənlərə uyğun yeni situasiyanın adını qoymağa şans tanıyır. Bunu da biz yaşayacağıq, görəcəyik. Bundan sonra əməliyyatlar necə davam eləyəcək? Bəlkə İrana elə bir dəstək gələcək ki, regiondakı ABŞ qüvvələri məğlub olduqlarını görüb geri çəkiləcəklər. Bəlkə İrana heç bir dəstək gəlməyəcək. Əksinə ABŞ daha böyük qüvvə ilə hücuma keçəcək və İran hakimiyyəti qaçmaq məcburiyyətində qalacaq və ya sülh bayrağı qaldırıb ABŞ-ın şərtlərini qəbul eləyəcəklər. Bunu təxmin edə bilmərik, çünki siyasət fərziyyələr üzərində qurulmur. Dövlətlərin gücünün və ən əsası bu gücü yerdə, sahədə, yəni döyüş meydanında həyata keçirəcək iradədən, istəkdən və qətiyyətdən asılıdır. Kim iradəli olacaqsa, kim daha qətiyyətli olacaqsa və kim öz tərəfini daha çox inandıra biləcəksə, təbii ki, hadisələrin gedişində də onun daha üstün olacağını görəcəyik. Hələlik isə qalib yoxdur, hələlik mübarizə davam edir və ən əsası mübarizə artıq təkcə hərbi yox, həm də diplomatik sahəyə keçdi. Sağ olun, görüşərik.